Salam əziz tələbələr, mən Səba Mustafazadə, Kainat Tərs Mərkəzinin İngilis dili müəllimiyəm. Bugün sizlərlə birlikdə qəbul tipli bir sualın izahına nəzər yetirəcəyik. Sualımıza nəzər yetirək, choose a correct negative sentence. Düzgün inkar cümləni tapmamız tələb olunur. Yəni, verilmiş cümləmizi inkara çevirməliyik. Verilmiş cümləmizi tərcümə elədikdə alma ağacları üçün bizim bir qədər suya ehtiyacımız var cümləsidir. Cümləmizdə əsas diqqət mərkəzində olmalı olan şey cümləmizin xəbəridir, yəni needdir. Biz bilirik ki, İngilis dilində need həm ehtiyac ismini, həm ehtiyacı olmaq modal feilini və həmçində ehtiyacı olmaq əsas feilini təmsil edir. Yəni, biz needi həm modal feil kimi, həm də əsas feil kimi istifadə edə bilərik. Əgər need modal feildirsə, yəni modal word'dursa, bu halda biz needdən sonra toolsuz verb, yəni bare infinitive, yəni toolsuz məsdərdən istifadə edirik. Əgər need əsas feildirsə, bu halda biz needdən sonra noun, yəni isim, pronoun, yəni əvəzlik və eyni zamanda gerund və infinitive, yəni to'lu və ya ing feillərdən istifadə edirik. Əgər need modal feildirsə, bildiyimiz kimi modal feillərin sual və inkarları özləri vasitəsilə yarandığına görə need modal feil olursa, biz onun inkarını özü vasitəsilə yaradırıq və sadəcə olaraq need-ə not inkar istəciyini birləşdiririk. Lakin əsas feillikdən söhbət gedirsə, əsas feillərin sual inkarları olduqları zamanın köməkçi feili ilə yaranır və əgər iki sayı zamandadırsa, biz inkarı do vasitəsilə yaradırıq, yəni onu don't need formasına salırıq. Cümləmizi nəzər yetirdikdə biz needdən sonra somewhat-a, yəni bir qədər su ifadəsinin gəldiyini görürük. Bu ismi bir birləşmədir, yəni əvəzlik üzərinə gərək ismdən ibarət olan bir birləşmədir və bu bizə göstərir ki, burada olan need artıq modal feili yox, əsas feildir. Əsas feildirsə, biz artıq onun inkarını do-la yaratmalıyıq. Yəni, bu halda needn't versiyalarımız birbaşa olaraq yanlışdır. Geriyə iki variantımız qalır. İngilis dilində bildiyimiz üzrə bir cümlədə, yəni bir sadə cümlədə yalnız bir inkar istifadə olunur bilər. Eyni zamanda iki inkarın istifadə olması yanlışdır. Nəzər aldıqda isə biz D variantının yanlış olduğunu görürük. Çünki D variantımızda həm don't, yəni inkarda olan köməkçi feilimiz, həmçinin no inkar əvəzliyi istifadə olunmuşdur. Biz bilirik ki, iki inkar eyni vaxtda istifadə olunmaz. Buna görə bu variantımız da yanlışdır. Geriyə bir variantımız qalır. Need əsas feil olduğuna görə inkarın don't-la yaranması tamamilə doğrudur. İnkar cümlədə sal əvəzinə en işlənməsi tamamilə doğrudur. Buna görə də doğru cavabımız A variantıdır.